Xitay таратқуларының 8 айның 5 күндегі xəbərinə qaraganda, Uyğur Avtonom rayonluq partikomining sekretari Ma Xingruy, Avtonom rayonning raisi Erkin Tunyaz qatarlıqlar 8 ayның 4 күні Ürümçide İslam əllərinin Xitaydakı elçiləri ömüгі bilan görüşkən. Uyğur Avtonom rayonluq partikomining daimi heyəti Birlik bölümünün başlığı Zumrat Obul, Şinjan İslam Cəmiyyətinin raisi Abduraqib Tömürniyaz qatarlıqlar mehmanlarını kütüb eliş yığınıga qatılğan. Ma Xingruy bu öməkdəki elçilərə Xitay hökumətinin köz boyamçılıq adəti boyunca Uyğurlar və başqa musulmanların etiqad erkinligi siyasəti və yuqori sifətlik turmuşdan bəhrəmən bolayotqanlığını tanışdırğan. Andın Xitay hökumətinin bunundan keyin İslam əlləri bilan bolğan ənənəvi dostluqni çoğqurlaşdırdıqanlığını, ular bilan izchil həmkarlaşıb bir bəlvaq bir yol planını işqə aşırış. Şunaqla Şinjanni Ipək yolunun ən mühim iqtisadi tügünüge aylandırış üçün kuraş qıldığanlığını bildirген. Xəbərdə aytilishicha, bu öməkdə Iroq, Pakistan, Afg'oniston, Azərbaycan, Sudan, Tunis, Yaman qatarlıq 20 neçə dövlətinin elçiləri və diplomat xadimləri qatılğan bo'lib, ular Ma Xingruyning islom əlləri bilan həmkarlaşıb, ortaq bəxt yaratish təşəbbüsünü qızğın alqışlagan. Saudiya Arabiston, Bruney padişahlığı, Bahrayn, Suriya, Marrakesh qatarlıq dövlətlərin elçiləri Xitayni ağzı-ağzıga təgməy maqtab, Şinjanning taraqqiyoti və bu yerdagi millatlarning baxtiyor turmushiga shahid bo'lganligini, Xitoycha demokratiyaning dunyoga ulgu bo'lish kerakligini izhor qilishgan. Xitoyning bu o'makni kutib olishi dunyoning har qaysi joylaridagi musulmon jamoati 7 ayning 31 kuni Uyg'urlarni qo'llash uchun o'tkazgan namoyishlardan keyin elib berilgan. Xitoy hukumati bu elchilarni mehmon qilish orqali yana yaqin kelgusida ochiladigan BDT umumiy yig'inda islom dunyosining qo'llashiga erishishni ko'zlagan bo'lishi mumkin ekan. İslam əlləri uzundan beri Xitaydan keldigan mənfəətni deb, Uyğurlar uçurayotgan irqiy qırğınçılıqqa, İslam dini uçurayotgan haqorat və hücumlarga parvo qilmasaligi kelgan. Wayne Universitetining qonun fanlari professori Khalid Beydun 7 ayning 31 kuniki namoyishda so'z qilib, musulmonlar son jihatda orqamizdagi Xitoy elchixonasi vakillik qilayotgan Xitoy davlatining nufusidan ko'p. Ammo biz Allohdan qo'rqishning o'rniga Xitoydan qo'rqyapmiz degan edi. Of global Muslims is bigger than the population of China. One third of the global population and the fastest growing religion in the world. Now realize that power, right? That raw, rising, real power that Muslims have. We haven't always seized that power. We always haven't channeled and marshaled that power. But we must now, we must today, right now, today, and direct that power against the genocide against our Uyghur sisters and brothers.